5-ci sınağın izahına 5-ci sualla başlayırıq. 5-ci sualda deyilir. Salam Mark. Yeni müştərilərlə olan iclas bu cümə günü səhər saat 10-da 207-ci otaqda baş tutacaq. Zəhmət olmasa layihənin prezentasiyasını, yəni təqdimatını hazırla və hesabatın da 3 dənə kopyasını gətir. Sandra kimə məktub yazıb? Marka məktub yazıb. Nə istəyir? Hesabatları istəyir, prezentasiyanın təqdimat hazırlanmasını istəyir və iclasın vaxtı ilə bağlı məlumat verir. A variantına yazılıb ki, iclas şənbə günü səhər baş tutacaq. Mətndə yazılıb Friday, cümə günü olacaq. Ona görə A variantı səhv. B variantında yazılıb ki, Mark hesabatın 3 dənə reportunu, kopyasını gətirməlidir. Bəli, gətirməlidir. Cavabımız B variantı olacaq. C variantında isə deyilir ki, müştərilər 107-ci otağa gələcək. Mətndə yazılmışdı 207. Ona görə C variantı səhv. D variantında deyir ki, Sandra təqdimat hazırlayacaq. Xeyr, Sandra Marka deyir ki, sən təqdimat hazırla. E variantında isə deyir ki, günorta baş tutacaq, amma mətnimizdə AM yazıb, AM səhər saatlarını nəzərdə tutur. 6-cı sualımızda deyilir. Şagirdlərin diqqətinə. Növbəti həftənin idman yarışması nə vaxt baş tutacaq? Thursday, yəni cümə axşamı baş tutacaq. Harda baş tutacaq? Məktəbin stadionunda. Komandalar səhər 8:30-a qədər gəlməlidirlər. Maçlar, yəni yarışlar saat 9-da başlayacaqdır. Belə başa düşürük ki, özünüzlə idman formalarınızı gətirməyi, yəni geyinməyi unutmayın. A variantında deyilir ki, yarış 8:30-da başlayacaq. Xeyr, deyir 8:30-a qədər şagirdlər gəlməlidir. Ona görə A variantı səhv. B variantında deyir ki, şagirdlər idman formalarını geyinməlidir. Bəli, cavabımız B variantı olacaq. D variantında deyir ki, Gymdə baş verəcəkdir, idman zalında. Ancaq mətnimizdə yazıb ki, məktəbin stadionunda baş tutacaq. Ona görə C variantı da səhv. D variantında deyir ki, şənbə günü olacaq. Xeyr, 4-cü gün cümə axşam olacaqdır. Və E variantında deyir ki, komandalar səhər saat 10-da gəlsin. Xeyr, 9-un yarısı, yəni 8:30-da gəlməlidirlər. Ona görə E variantı da səhv. 7-ci sualda deyir ki, əziz cənab Smith, sizin rezervasiyanız, yəni əvvəlcədən olan sifarişiniz bu okean mənzərəsi otelində olan rezervasiyanız təsdiqlənibdir. Demək, iyul ayının 14-ü saat axşam 2-dən sonraya və demək nə vaxta qədər? İyul ayının 20-si səhər saat 11-dən əvvələ qədər belə deyək, siz rezervasiya edirsiniz. Səhər yeməyi də bu rezervasiyaya daxildir, yəni oteldə səhər yeməyi də verilir. A variantında deyir ki, onun oteldə qalma tarixi iyulun 14-dən iyulun 20-sinə qədərdir. Tamamilə doğrudur. Cavabımız A variantı. B variantında deyir ki, o nə vaxt yoxlaya bilər? Səhər saat 12-də yoxlaya bilər. Belə bir şey yazılmamışdı. 12-dən əvvəl yazılmamışdı. C variantında deyir ki, səhər yeməyi daxil deyil, səhvdir, səhər yeməyi daxil idi. D variantında deyir ki, o oteldən 21 iyul çıxacaqdır, səhvdir. Və E variantında deyir ki, mütləq şəkildə o 11-dən əvvəl qeydiyyatdan keçibdir. Xeyr, o nə vaxtda qeydiyyatdan keçmişdir? Check-in iyul ayının 14-üdür. Axşam saat 2-ni nəzərdə tutmuşdu. Böyük həcmli mətnimizə gəlirik. The olive tree is one of the oldest trees known to people. Zeytun ağacı insanlara tanış olan ən qədim ağaclardan biridir. Its fruit, the olive, is small and usually green or black. Onun meyvəsi olan zeytun balaca və adətən yaşıl və yaxud da qara rəngdə olur. İnsanlar zeytunları yeyir, onların yağını sıxaraq zeytun yağı hazırlayır. Daha sonra onun oduncağından, yəni wood, taxtasından mebel üçün və yaxud da ocaq üçün, yəni yandırmaq üçün olan odun kimi istifadə edilir. Zeytun yağı çox sağlıqlıdır, sağlam bir qidadır və o adətən yemək bişirməkdə, dərman hazırlanmasında istifadə olunur. Qurudulmuş zeytun yarpaqları da həmçinin çay hazırlamaq üçün istifadə oluna bilər.
İkinci abzasımızda deyilir ki, zeytun ağaçları əsasən Aralıq dənizi regionunda geniş yayılmışdır. Yəni orada ümumidir. Oraya xarakterlikdir. Onlar isti yerlərdə, quru yerlərdə böyüyürlər, yetişirlər və yüzillər boyunca yaşaya bilirlər. Bəzi zeytun ağacları Yunanistanda olan bəzi zeytun ağaclarının 1000 ildən çox yaşı vardır. Greece Yunanistan deməkdir. Fermerlər zeytun ağaclarının qayğısına diqqətlə qalırlar, çünki onlar dəyərlidirlər. Harvest məhsul toplamaq dövrüdür. Bu zeytun ağaclarının yetişməsi, zeytunların yetişməsi, onların belə deyək məhsulların toplanması dövrü payız dövrünə təsadüf edir. Yəni payızda edilir bu və insanlar bəzən bunu yerli festivallarla qeyd edirlər, yəni zeytun toplamağı. Tarixdə zeytun ağacı sülhün və victory, qələbənin simvolu idi. Qədim Yunanlar deməli race challenge deməkdir. Qədim Yunanlar Olimpiya oyunlarının qaliblərinə zeytun çələngləri verirdilər. Hətta bu gün də zeytun yarpağı bütün dünyada sülhün bir simvolu kimi, işarəsi kimi istifadə olunur. 8-ci sualda deyir mətnimiz nə haqqındadır? Olimpiya oyunlarının tarixi haqqında deyildi. A variantı səhv. B variantı zeytun ağaclarının əhəmiyyəti və onların istifadəsi, bəli, tamamilə B variantı doğrudur. C variantında dünyadakı ən qədim ağaclar deyil, ən qədim ağaclardan biri olmalıydı. D variantında Aralıq bölgəsində, Aralıq dənizi bölgəsində təsərrüfat, xeyir. Və E variantında sağlıqlı qidalarını bişirmək, bu da deyildi təbii ki. 9-cu sualımızda deyir ki, mətn əsasən cümləni tamamlayın. Olive oil is important. Zeytun yağı vacibdir. Çünki zeytun yağı təbii ki odun yandırmaq üçün istifadə olunmur. O yeməklərdə istifadə olunur və sağlamdır. Ona görə cavabımız B variantı olacaq. C-də yazılıb qızıldan qiymətlidir, belə bir şey verilməmişdi. D-də yazılıb insanlar onsuz yaşayanmaz, verilməyib. E variantında yazılıb yalnız Yunanistanda yetişir. Bu da təbii ki səhvdir. 10-cu sualda bizdən səhv fikir istəyir, false. Birinci bənddə yazılıb ki, zeytunun oduncağı, taxtası mebel kimi istifadə olunur. Bəli, bir düz. 2-də yazılıb ki, zeytun ağacları 1000 ildən çox yaşaya bilir. Bu da düz. 3-də yazılıb ki, yalnız dərman kimi istifadə olunur. Bu səhv. 4-də isə yazılıb ki, qışda toplayır fermerlər. Bu da səhv. Bizdən səhvlər istəyirdi, aydın məsələ idi. Ona görə cavabımız 3-lə 4 olacaqdır. Çünki 1-lə 2 düz idi. 11-ci sualda nə deyir? Mətnə əsasən suala düzgün cavab verin. Why does history tell us about the olive tree? Nəyə görə tarix bizə zeytun ağacı haqqında məlumat verir? Because it was a symbol of peace and victory. O sülhün və qələbənin simvolu idi. Ona görə. Burada yazılıb ki, in history, the olive tree was a symbol of peace and victory. Məsələn, B variantında yazılıb ki, yemək üçün istifadə olunur, yemək pişirməkdə onun oduncağı istifadə olunur. Bunun tarixlə heç bir əlaqəsi yox. C variantında yazılıb ki, buğdadan, taxıldan daha dəyərlidir. Bundan bağlı bir şey yazılmayıb. D variantında yazılıb ki, fermerlər sadəcə onu Yunanistanda satır. Bu da bir düzgün gəlmir. Və E variantında yazılıb ki, heç vaxt olimpiya oyunlarında istifadə olunmayıb. Əksinə, o hər zaman olimpiya oyunlarında istifadə olunmuşdur. 12-ci sualda düzgün fikirləri seçməliyik. Birincidə yazılıb ki, zeytun yağı yemək bişirməkdə və dərman hazırlanmaqda istifadə olunur. Düz. 2-də yazılıb ki, bu zeytun ağacları isti və quru iqlimdə yetişir. Bəli, burada da yazılıb hot and dry. Deməli, 2-də düzgündür. 3-cüdə yazılıb ki, zeytun ağacı müasir dövrdə müharibənin simvoludur. Xeyr, sülhün simvolu idi. Ona görə 3 səhv. 4-də yazılıb ki, zeytun yağı qədim Yunanistanda qaliblərə verilirdi. Yağ yox, wrath. Yəni, nə idi o? Challenge verilirdi. Ona görə bu da səhv.
Və 5-ci də zeytun ağacının yarpaqları heç istifadə olunmur. Təbii ki, bu da səhv məsələdir. Ondan çay kimi istifadə olunurdu. Cavabımız 1-2 olacaq. 13-cü sualımız qrammatika sualıdır. Deyir ki, biz neynədik? We saw an old building near the museum. Biz muzeyin yaxınlığında köhnə bir bina gördük. Muzey sözünü burada xüsusən vurgulayacağıq. Z və hər hansı bir bina an artiklı. Çünki bu da saatlə başlayan bir söz gəlibdir qarşısında. 14 çox bəsit bir suala oxşayır. Çünki niyə? Zaman zərfi var. Last night gördüksə biz keçmiş sadə zaman götürməliyik və keçmiş sadə zaman ilə keçmiş sadə zamanla uzlaşır. Cavabımız C olacaq. Hər ikisi keçmiş sadə zaman. Burada id şəkilçisi var ki, bizə göstərir ki, bu feil keçmişdədir. 15-də məchul növdür. Məchul növü necə edirik? Birinci, mənim cümləm nə ilə başlayırsa onunla başlayanmaz. Bax, the children-la başlayırmı? The children ona variantı sildim. Getdi. Mən nə etməliyəm? Tamamlığı cümlənin əvvəlinə gətirməliyəm. Hamısı gətirib. İkinci nə etməliyəm? Cümləmin zamanına fikir verməliyəm. It, indiki sadə zamandadır. İndiki sadə zamanın tübləri əmizar olmalıdır. Baxın, B variantında were yazıb səhv. Eləmi? E variantına baxıram, nə edibdir? Burada ardan sonra been yazıb ola bilməz. Biz been sözünü indiki bitmiş zamanın məchullarında görürük. Yəni, have been olar, has been olar və yaxud da keçmiş bitmişdə had been şəklində ola bilər. Deməli, cavabımız qalmışıq A variantı ilə C variantı arasında. Apples are eaten by the children at lunch. Bəli, cavabımız A variantı olacaq. Çünki biz demişik ki, mübtədamızı ya tullaya bilərik, ya da onu cümləmizdə qarşısında by sözünüsü vasitəsilə verə bilərik ki, bu da tərəfindən deyilir. Nəqli cümlə olanda deyirdi ki, uşaqlar naharda qəlyanaltda alma yeyir. Məchul növdə isə deyirik ki, qəlyanaltıda uşaqlar tərəfindən almalar yeyilir. Uşaqlar tərəfindən. 16-cı suala baxıram. 16-cı sual modal feillərlə bağlıdır və asan sualdır. A variantında have-ın to-su yoxdur, ona görə A variantı getdi. B variantında have-ın to deyə bir şey yoxdur, ona görə getdi. C variantı are able to olmalıydı, ona görə getdi. Və D variantı ilə E variantı arasında qalmışıq. Gəlin tərcümə edirik. Onlar deyir küçəni keçəndə, uşaqlar küçəni keçəndə təbii ki, must. Diqqətli olmalıdır. Must be. Careful, diqqətli. 17-ci sual bağlayıcılarla bağlıdır. Baxın, either or olur. Sərgəl yazıq. Either or olur. Yenə either or olmalıydı. Neither nor olur. Eləmi? İndi mən baxıram ki, 2 dənə variantım uyğun gəlir. Both and-lə neither nor. Çünki hər ikisi düzgün yazıb. Və mən demişəm ki, both and-in xəbəri cəmdə olmalıdır. Baxım görün, burada xəbər cəmdədirmi, təkdədir. Ona görə C variantı ola bilməz. Cavabımız E variantıdır. Neither norda isə biz neither nordan, nor hissəsindən sonra gələn ilk ismə baxıb xəbər qoyurduq. Burada mən nordan sonra gələn isim baxıram ki, nədir? Movie. Təkdədir, ona görə də xəbərimi də təkdə qoyubdur. Cavabım hər baxımdan 17-də E variantı. 18-ə baxaq. Sual cümləsi olmadığına görə mən is-yə deyənmərəm. Çünki bu sual strukturudur. Elə deyilmi? Zaman uzlaşması baxımından da was keçmişdi, will be gələcək. Keçmişlə gələcək uzlaşmır, ona görə səhv. C variantında yenə will be gələcəkdir. Was keçmişdir, uzlaşmır, ona görə səhv. Və A variantında da it will ya willdən sonra feil gəlməliydi burada, ya da be olmalıydı. Ona görə bu variantda səhv. Cavabımız qaldı D variantı. There is a restaurant in this street. Bu küçədə bir restoran var. But it's very expensive. Lakin o çox bahadır. Cavabımız D variantı. 19-cu sual söz önlüyü ilə bağlıdır. Who is going to pay the tickets? I waited for my friend outside the cinema. For olacaq. Wait for, gözləmək. Mən deyir dostumu sinemada çöldə gözlədim. Və who is going to pay for the tickets? Biletləri kim ödəyəcək? Cavabımız. Yəni biletlər üçün kim ödəniş edəcək? Cavabımız hər baxımdan D-dir.
20-ci suala baxırıq. Tag question, disjunctive question, ayrıcı suallar. Ayrıcı suallarda biz əvvəlcə birinci cümləmizə baxmalıyıq ki, görək birinci cümləmiz təsdiqdədir yoxsa inkarda. My nephew cut the ribbon at the opening ceremony. Cümləmdə inkarlıq ünsürü yoxdur. İnkarlıq ünsürləri nələr idi? Onları yadımıza salaq. Əgər mən cümləmdə not görürəmsə, no və no-nun törəmələrini görürəmsə, never sözünü, hardly sözünü görürəmsə, o zaman bu halda cümlələrimiz inkarda olur. Amma baxıram ki, o sözlərin heç biri burada yoxdur. Demək, birinci cümləm təsdiqdədir, ikinci tərəf inkarda olacaq. Ona görə dərhal E variantını çıxıram. İkinci halda mən nəyə fikir verməliyəm? Cümləm hansı zamandadır? Biz bilirik ki, cut feili 3 forması da eyni olan feildir. Yəni, indiki zamanda da cutdır, keçmiş zamanda da cutdır. Bəs biz nə bilək bu hansı zamandadır? Mübtədəyə fikir verirəm. Mübtədəm təkdədir. Əgər bu indiki zaman olsaydı, mübtədəm təkdə olduğuna görə cut feilinin sonunda bir S olardı da cuts. Yoxdur o S, deməli cümləm keçmiş zamandadır. Və cümləm keçmiş zamanda olduqda mən hansı köməkçi feildən istifadə edirəm? Diddən istifadə edirəm. Birinci cümləmdə təsdiqdədir deyə ayrıcı sualım didn't-la düzələcəkdir. Isn't yazmam üçün cümləmdə is olmalıydı. Has yazmam üçün cümləmdə has olmalıdır. Doesn't yazmaqdan ötürü isə cümlə indiki zamanda olmalı idi. 21-ci sual sinonimlər cütünü istəyir bizdən. Center mərkəzdə, suburb isə şəhər kənarı deməkdir. Sinonimlər deyirlər. B variantı poverty, kasıblıq, west var dövlət sinonim deyil, antonimdir. Kindness, xeyirxahlıq, cruelty, qəddarlıq deyildir. Performance, çıxış, play-də çıxış mənasını verir. Yəni səhnədəki çıxış, əsər, dram əsər və s. E variantında war müharibədir. Müharibə. Pis isə sülh deməkdir. Bunlar da əks mənalı sözlərdir və nəyə görə də imtahana düşməsin. Yəni bəsit sözlərdir. Öyrənin. 22-ci sualda səhv antonimlər cütünü istəyir. Buna da diqqət yetirir. Always, həmişə, never, heç vaxt uyğun gəlir. Yəni antonimdir bunlar. Getdi. Early, erkən, late, gec uyğun gəlir. Forward, irəli, backward, geri. Bu da uyğun gəlir. Quickly, sürətli. Quietly isə sakit bir şəkildə deməkdir. Uyğun gəlmir. Ona görə cavabım E-dir. C variantında often, tez-tez, seldom, gec-gec əksi idilər. 23-cü sualda bu sözün mənasını tapmaq lazımdır. A small electronic device for doing calculations. Nə deyir? Hesablamaları etmək üçün istifadə olunan balaca elektronik cihaz. Bu təbii ki, calculator, yəni kalkulyator olmalıdır. A variantı performance, çıxış. C variantı exhibition, sərgi. D variantı documentary, sənətli və E variantı invitation isə nə deməkdir? Invitation, dəvətnamə deməkdir. 24-cü sual definition sualıdır. Memorize, əzbərləmək, discover, kəşf etmək, improve, təkmilləşdirmək. Learn something by heart. Nəysə əzbərdən öyrənmək memorize olacaq. To make something better in quality. Nəysə keyfiyyət cəhətdən daha yaxşı etmək. Bu təbii ki, improve, təkmilləşdirmək, inkişaf etdirmək. Və C variantı isə bilinməyən bir şeyi tapmaq da həqiqətən onu discover, kəşf etmək deməkdir. A, C və B variantlar olacaqdır. A, C, B, yəni E variantı. 25-ci sualda bizdən derivative düzəltmələri istəyir. Homeland, 2 dənə söz var burada. Demək mürəkkəbdir, 1 getdi. Toothbrush, 2 dənə söz var, mürəkkəbdir, getdi. Matchbox, kibrit qutusu, mürəkkəbdir, 2 dənə söz var. Ona görə bu da getdi. Yer gəlmişkən, homeland, ana torpaq, ana vətən, toothbrush, diş fırçası, 3-ü də mürəkkəb idi. Lifestyle, yenə mürəkkəbdir, bu da getdi. Life, həyat, style, tərz, həyat tərzi. Və difficulty, buradakı bu Y hərfi şəkilçidir. Ona görə düzəltmə deyəcəyik biz buna. Bunu hətta mən də kiçik şəkilçi kimi işarəliyim. Importance sözü də yenə nədir? Vaciblik, düzəltmə isimdir. 26-cı sual hekayə sualıdır. Ümid edirəm ki, 26-cı sualı hər biriniz yazacaqsınız və mənə atacaqsınız. Hər birinizə də geri dönüş etməyə hər zamanki kimi hazıram. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, sizin üçün faydalı bir video izah olmuşdur.